Mənə dəvətinizə görə sizə dərin minnətdarlığımla bərabər təşəkkürümü də həmçinin vurğulayıram. Bəli, təşəkkür edirəm. Mən özüm Respublikada tanınan və sevilən, seçilən uzman Qılman Hoca Təkbarmağam. Mən çıxdım sizin verilişinizə dərin təşəkkürümü bildirəm. Çox sağ olun. Çünki mən ATV kanalına çıxanda mənim toylarım kalendarlandı. Aydındır. Üzr istəyirəm. Deməli, oldunuz uzman doktor. Uzman Qılman Hoca. Uzman doktor. Yəni, sizə Qılman deyərək. Qılman müəllim. Əsl adım uzmandır. Aydındır, başa düşdüm. Qılman müəllim. Mən sizə çox gözəl başa düşdüm. Bəli. Beləliklə, ilk sualım bir qədər əvvəl elə bu haqda süjet getdi. Deməli, bilirsiniz ki, neft hasil edən ölkələr təşkilatı, APEC üzvləri son bir həftə ərzində aktiv neft quyularının sayını 2 qat deməli artırıblar və bu da son il yarımda maksimum say deməkdir. Sizcə bu artım ümumi qloballaşma prosesinə hansı təsir göstərəcək və featureslərin aşağı düşməsinə gətirib çıxaracaq ya ümumiyyətlə gətirib? Belə yaxşı, hündürlükdə idi. Elə siz də featureslər kimi belə aşağıda olsanız yaxşıdır. Olar bir dədə o sualı təzdən. Mən pişdim qaldı o solda, o yadımdan çıxdı. Deməli, bilirsiniz ki, APEC üzvləri, onlar aktiv neft quyularının sayını artıq artırıblar və bu da son il yarım ərzində, bəli, çox adam ümumiyyətlə bu xəbərdən şoka düşdü, belə kəskin reaksiyalar var. Bu, deyilənə görə ümumi qloballaşma prosesinə öz təsirini göstərə bilər. Sizcə bir ekspert olaraq hansı fikirdəsiz, yəni hansı təsir göstərə bilər? Bilirəm, çətin sualdır, bəli, mən sizə başa düşürəm. Aytən xanım, ümumiyyətlə, OPEC, bu OPEC uzi deyil. Gəlin birbaşa onda ikinci suala mən keçin. Bəli, çünki iqtisadi aləmdə, dünyanın iqtisadi həyatında elə bir proseslər baş verir ki, hamımızı şoka salır. Bu bir tərəfə, siz bilirsiniz ki, bir neçə il əvvəl İslandiyada Eyjafjallajökull vulkanı püskürmüşdü və bu da nəticədə Avropa deməli hava məkanında reyslər həyata keçirən təyyarələrin neçə təyyarəni deməli reysini təxirə salmışdı və bu milyonlarla, 100 milyonlarla dollar dəyərində deməli böyük bir ziyan vurmuşdu Avropa ölkələrinə və siz necə düşünürsünüz? Yəni, hal-hazırda həmin vulkan aktivləşməkdədir. Hansı hava məkanını alternativ olaraq seçmək olar? Ümumiyyətlə, vulkanın xeyri çox böyükdür, yəni palçıqdır. Yox, əslində, başa düşürəm, yəni bu ziyanından söhbət gedir. Bu ziyanından çox xeyri var. Yəni, dədə-babadan bu palçıq vannası eşitmişsiniz də, palçıq yannası ziyad qəbul edirdilər. Yəni, nə qədər vulkan çox püskürsə, o palçıq vannasını qəbul edən xəstələrimin sayı da çoxalır. Bəli, başa düşürəm. Ben sen aktarırım, sen burada neyinir sana? Suallara salam verir. Nədir o? Şirinin birisi kızını qaçırtmağa getməli. Dur, get, buyur. Dərləri kim istəyirlər edib? Nə cəmat qarşısında biabr elədiniz? Buyurun. Heç olmasın mədəniyyətləri hamısı istəyirlər. Qılman da gəlir. Ətər Plana uyğun gedirik, Şirinin birisi qızını qaçırdırıq. Bəlkə deyirəm ki, bu qaçırtmaq məsələsini bəlkə yığışdırasan, beynindən çıxardasan. Bu adam balası kimi bir nəfər elçi göndərək, geçsin, otursun, danışsın. Biz də gedək Şirinin birisi qızı ilə konkret söhbətimizi həll edək, vəssalam da. Ay Şəmi, adam balası kimi adam yolladım da, açı vermir, qızı vermir, ayağını dirək ki vermirəm. Verməz də. Adam balası kimi deyəndə məni göndərmişdin. Şəmi, sən Allah, mənə də kim qız verər? Sən Allah, bu sükətə bax, qız verərsən. Özüm ölüm, mən qız olsam, özümə qız vermərəm. Yox, qaçırdacam.
Şəmi, neçənci dəfədir gecə qızı yuxuda görürəm ki, meşənin ortasında şəlalədə zadda çimir eləyir. Bu. So, vurub beynimə qızı qasırdacam. Ha onda belə eləyək də, söhbət ciddiləşib də, sən şəlalədə çimən yerdə görübsən onu. Rast belədirsə, onda gedək qaçırdaq da, başqa variantımız yoxdur. Şoşi, Başqa variant yox. Sən demədin axı bu qızı nətər görmüsən şəlalədə, bu sevdiyin qızı da, bu Şirinin bibisi qızı. Nətər görmüsən? Gəlmə. Nədir o? Görürəm ki, girirəm meşəyə, Buyur. bir dənə göldür. Gölün qırağında beləsinə uzanıbdır, ayaqlarını da rusalka kimi uzadıbdır. Buyur. Madem, şöşü gəl, şöşü gəl. Sonra. Ay, sonra da mən suya bir dənə kəllə vururam. Aha, sonra. Canıma azlar, sonra Doğru, gəl ben- sonra. Mən danışdım sana, otur maşına geçdim. Eşidirsən Gülcan ağa? Day, qonşun qızın nişanıdır. Mən daha sən xatibə deymək istəmirəm. Güldüm 5 dəqiqə, oynadım çıxdım, normalni. Bildin? Day orada dingildəmə ya. O keçən dəfəki toy var idi ya, palapdan turbasından yapışım onu yurdun. Bütün YouTube'da gəlib o. İndənə kimi mən o YouTube'da sildirəmirəm. Bəsdir də səndə. Ay deyil də dəfə toya gəlir. Görən edək gündə biz toydayıq. Elə də dörd gözlə güdürsən məni. Elə bir sənin bibin qızdan başqa heç kim bibisi qızı yox. Əlcə verib güdürəm. Səni boş buraxmaq olmaz. Bir dəfə səni boş buraxdım. Neynədin? Getdin belimə əqrəb tası döydürtdün. Bütün el aləm mənə gülür. Gildə var 5 dəqiqə oyna çıx. Amma dingildəmə ya, ağır. Davay. Ay Şirin, sən nə durmusan? Bir qol qanat aç oyna. Ay Pakizə xala. Danışıqma fikir ver. Ağızdan çıxana atmışsan, atmışsa dolamışsan. Qol qanat nədir? Mən quşam, qol qanat qışda olur. Bana oynamıram. Mən sənə demirəm ki, qol qanat at. Gəl bir şıdırğı vur. Gəl, Oynayın. oyna. Ay sən xatibə də. Şirinin bibisi qızı burada nişandadır. Gedirsiniz, girirsiniz toya. Özünüzü yandırmırsınız. Torbanı keçirirsiniz qızın başına, qaçırdırsınız, gəlirsiniz. Yaxşı. Civoy biraz. Səni gəl. Biraz diribaş ol. Nə baş o şey? Mən bu qaçırdanda ya, bu mən harasından tutum, ayağından tutum, başından tutum, harasından tutum ki xətrinə dəyməsin. Polkada qızı nətər qaçırırlar? Qoy, pişirmək lazımdır. Köçü, eşidirsən? Mən bu qız pişirməkdə özüm professionalam. Qaqan o qızı nətər pişirəcəkdə, narahat olma, öz gəlib oturacaq maşına, narahat olma. Pişirmək zat nədir? Pusat bir dənə kəpik qoyacağım, yanvar fevral yeriyəsən. Pişirmərəm, iş lazım deyil. Tutaram saçından salaram maşını. Narahat olma. Yeri day. Gedin. Yeri. Giz danışırlar burada. Şuşu. Yaxşı yapma işte. Bu qızı aparmağa yerdən zatdan danışmırsan mı? Hara parajıyıq onu? Narahat olma Şəmi, pambıq zavoduna parajıyıq. Ne pambıq zavodu Kuşu? Keçən dəfə Səmai yadındadır, aparmışdıq onu yun zavoduna. Nə? Getdik tapa bilmədik. 3 aydan sonra bilmişik ki, sən demə bunu yunla bir yerdə upakovka eləyib göndəriblər xaricə, ithal eləyiblər. İndi qismət deyil. Havaya gəlib çıxmır ki buradan. Ay, Yaxşı da ver, yaxşı da ver. Sən öl, bu. Qarıq mı? Bax, mezindanda görən ağlasın, diri biri Ana. diri. Ala Səfi bu Rusun onluğu deyə o vaxtçı. Ala Sovet görünə vaxtdan da alır, neynə mən bu? ne pisdir ki? Ala güyəri mi bu? Evet, bu göyərməyib. Bunu mən o vaxt alanda göyərmişdi. Saxladım, yetişdirdim, qızarıb. Bax, qoysan, qədrini bilmirsən, başa vermir. Ay yazıq. Gözün gətirəm mənim onluğuzu. Diri biri diri biri diri diri biri. Orada kaldı Şəmi. Şəmi, Hə. nətərdir? Mən o materidə 10 manatı neymişsən Roma? Muskanda zakaz verdim. Bir də mənim mahnı çalır. Məni zindanda görən
Ay bibi, kül oldu başımıza bibi, kül. Kül oldu başımıza. Kül başıma ay bibi. Ne olub ala? Kızımı kaçırttılar ay bibi. Ala ne olub ala? Ne şivən salmışsan, bir səni qaçırdıblar. Ala, yəqin bilməyiblər mənim qızımdır, gətirib qaytararlar. Ana necə bilməyiblər şoşu qaçırdım. Yok tutam şoşunu. O qaçırdı. Ala, həyatdasına oxşamış. Uşaqlıqdan sənə demişəm, birinci yox, sonra danış. Ala, mən içkiliyəm, dur xotda başlı getdik dəllarıca. Ay bibi hara gedək? Onlar çoktan gediblər. Ara satıcıyıq. Matışka olma ala, kişi ol, kişi, mujik ol. Az ben izin hayat, bırak seni. Mujik ol. Kəsən yol tanıyıram ana, orayla gedirik. Diyan şoşu, diyan. Sen ki kaçtın ha. Seni tutsam ben ha, bilmirəm hansı statiya, nə statiya. Qoy mənə içərdə salam verməsinlər. Amma dediyimi eləyəcəyəm. Girəcəyəm sən. Ala, otur ala, az danış, Otur ha. otur getək. Hala gəl də 5 saat sən gözləmirəm mən. Mənə bax. Eşitdim axşamlar burada meyxana zat deyirsən. O meyxananı mən deyirəm də elə. Doğrudan. Otur da bir dənə deyim sənə. Otur. Gəl bura. Qorxma, otur. Narahat olma. Hala açın bir dənə qafiyə. Tut bir dənə qafiyə. Ala hel 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 hel. Hellənə. Ala şəlli 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 şəll. Şəllənə. Görüm, deyil. Ağlın olsa sən də içərsən birin. İçirəm ben. Görərsən enerjisinin təsirin. Səndə enerji qalmayıb aşirin. Bəlkəm səndə içəsən hel. Bəlkəm səndə içəsən hel. Bəlkəm səndə içəsən hel. Bəlkəm səndə içəsən hel. Ala mən nə dedim, özün gedib gəlmisən. Qulaqlarımı salladıb özün gəlmisən. Nə var durub elə gəlmisən. Ala hellənə 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 gəzirəm. Ay boş belə meyxana Ala şəllə, olur. hə? Belə meyxana olur. Ala mən belə deyirəm. Sən rəvayət deyirsən, bu da muskal idi, nə dəyişmə. Ala əcəb edirəm, içirəm bunu, deyənəm bilmirəm. Başa düşdün? Gəlir mənim üçün, deyirəm. Düzdürmüsən, qafiyə düşmürsən, düz düşmürsən, belə şey olur. Əcəb edirəm, bax heldən içirəm, deyirəm. Ay yox, yox, belə olmaz axı, belə meyxana olur. Ala belə deyil, surət deyil. Başa düşdün? Baş sponsor Hell Energy. Ala dən gedirəm səni deyən. Cica. Kreditinə yaraşır Fəridin. Oğlum, oğlum, ala, xoşuma gəlir də. Sponsor İrşad Electronics. Yedi, ses gəlir, ses gəlir. Ses gəlir. Ay kişi. Ne oldu? Sevgilim boğuldu bagajda. Ay, o ne ses lan şu? Yazık kız burada nefesi boğuldu. Can çatırıq. Bir dam səbir ol, ömrüm çatırıq. Ay şoşi, ay şoşi. Ay şoşu. Hə, nədir? Biz indi bu kızı uğurlamağına uğradık. Düzdür? Hə. Biz indi onu harda gizlədəcəyik? Hə, Şəmi, böyük məsləhətinə qulaq asın. Onu gəlin qazıb torpağın altında gizlədək. Hə, fəlakət sən də. Nə danışırsan gic-gic? Kızı da torpağın altına bastırarlar hə. Hə, tupoy, hə, şöngülüm. O vaxtı demirdilər ki, qız qalar, qızıla dölər. Deyirdilər, demirdilər. Hə, deyirdilər. Denən hə, ay sonra. Hə. Qızıla harda gizlədir babalarımız? Torpağın altında. Hə, belə deyil. Deməli, qızı qazıb torpağın altında gizlətlər. Fəlakət, Hə. sən öl pusatsa bu krasovka ilə bir dənə təpik qoyacağım. Sağ ayağımın krasovkam səndə qalacaq. Sən öl 5 açılanla sana bir şapalaq qoyar ha. Beynin xarab da ha. Mənlə belə Bir dəqiqə bir yanım, bir dəqiqə. Sənə deyirəm. Qələt eləyirsən. Əsnaqlar deyirəm. Burada vur gedim məhkəməyə verim səni. Ay Bir şöyle dəqiqə deyəm. Hamat baxır, Buyur. Olacaq. Gödək mi, gödək mi? Ay qılma. Nə olur? Deyirdim də burada Şəmsabadda mənim qohumlarım
dostlarım qalır. Bir gedək onlardan xahiş eləyək ki, bir günlük, 2 günlük qız xeylağı qalsın sizdə də. Ay Şəmi, o biri kətdə mənim əmim hətəm qalırdı. Hə. Onların da öyləri sürüşmə zonasında idi deyə. Hə də. Öyləri sürüşüb indi özləri də bilmirlər ki, harda qalırlar. Vay. Bir canımçı. Bir qonunun qonşudan zaten soruşsunlar ki, bura haradır, hara gəlib Soruşuram de. Onlar da dedi ki, başıma dönüm biz təzə sürüşüb gəlmişik. Hə. Qohum qonşu ilə yaxşı tanımırıq. Bu gizdən mən gör kimlə iş görürəm. Sürüşür də indi. Yaxşı. Gəl gedək Ağsaqqalın evi hamısından yaxşıdır. Yığılın get Düz deyil. Ağsaqqalın evi. Gəl, Otur, otur. Əmbil gəl. Az sol, qapma, sağıllı ol. Gördün? Otur. Gəl, gəl. Nətər sındırdın ta? Sür, sür. Gəl açaq. Gəlin. Qoy bu qız. Sen benim bu yerlerime icazə ver. Senin o güzel ellerinden öpüm. İcazə ver. Ala ağsaqqal deyən ala. Nə marsa murtsalmısan ala? Elə bir əzizlərinin mərmərini öpür qəbristanlıqda. Neyini ala seçkin ağa? Şirin sen uşaqsan otur uşaq yerində. Mən Münəvvərlə çoxdan tanışam, vap çoxdan. İndi cavanlıq vaxtlarım yanıma düşüb. Biraz sevinç hissləri neçə vaxtı görmürəm. Biraz darıxdığım, biraz etiraz hissləri hər şeydən. Saxla. Saxla. Bağla temanı. Qulaq as. Ağsaqqal. Şoşu gili var ha. Mənim qızımı qaçırdıblar. Münəvvərin beş barmaq Ala münəvvərin. bir dənə deyəndə çox danışdın. Qulaq as. Sən onlara bir dənə strelka ata bilərsən, gəlsinlər oturaq bir dənə söhbəti həll eləyək. Haydi ala da. Problem yoxdur, sənin üçün hər şey qurbandır Münəvvər. Nə istəsən eləyərəm, istəyirsən yerlərini göstərim, istəyirsən strelka atım, istəyirsən nə desən eləyək. Qurbandır sənə. Şəmi ilə Şəşi kimdir Münəvvərin yanında, hə? Kimdir? Təki sən mənə bir dənə hə denən, mən hər şeyə razıyam, hər şeyə. Deyən hə işte bana. Nə haydına ala? Nə haydına? Ağsaqqal deyəsən sənin bədənində dəmir çatışmazlığı var ha. Sana su soxaram dəm öldürür sənə ya. Yox, yox, Şirin, sən məni Hayır səhv gəlmişsin bura, hayır gəlmişsin. Sən başa düşdünüz məni. Mən o mənada hə demirəm. Deyirəm, yəni hə desin, gedək bu söhbəti həll eləyək də Şəmi ilə Gedək Şəşi deyək sabah. də. Hə, onu deyir. Hə. Ay sabah bu həni deyirəm. Mən bu da. həni. Gəl, xahiş Hə, edirəm. belə gəl. Yox, belə gətirəm. Biz daha soxdan buraya gətirəm. Ala, Bibi, Şəmi göndər bunlar. Şəmi, bu Ağsaqqalın yanındakı Şirin bibisi Münəvvər deyil. Ala, hanım benim soyuq silahı. Hanım Mehtəqin kurbası. Soxulcam eyvara.
Ala, bu bibi də qoymadı, düşmüşəm ilə, şoşuyla söhbətim eləyimi, yoğurtmaları da. Bibi də lap ağın çıxardı be, soxacam bir gün bibi sənə deyə, 5 barmaq münəvvər. Ala, mənə də 4 barmaq şirin deyərlər. Ala, barmaq dedim, yadıma kitaram düşdü. Düşüm bir dənə qızışdırım özümü ye. Qızışdırım oxuyum özüm üçün bir eyim açım. Bir dənə qəşəng şey gəlib beynimə. Günah benim, suç benim. Bibi kızını çok güdmedim. Onu şuşuyla tutanda alan öş nesilden silmedim ben. Kazaram qəbrimi özüme, girərəm lap yerin dibine. Ala belələr ki mənim nə vecimə, şoşu bilər, bibim bilər. Damahat keyf damaqdadır, biri dağda, ala biri bağdadır. Hamısı ujey boğazdadır. Ağzım açılsa pis açılacaq. Ala külü koyun bunların başına, tatu çektirip göz qaşına. Bibi kızını bıraktım öz başına, lap gündə minsin bir maşına. Öldü maymun, maymun. Ulan aç, felaket. Sen bu kızı Molla Nəsrəddinin eşeğe kimi yükləmişsən mənim boynuma. Mənim qırıldığı çiyinlərimi. Qılı, eşitsən? Ayaqlarımı öldürdü. Hə? Nədir o? 5 günlük dünyada ye, iç, kef elə, narahat olma elə şeylər. Buyur, ne yapar? Öl lamacından gör, yemeğe içmeye ne var getireyim. Yo, mən yemək zad yemirəm, diyetadayam, qurban olum. Bu biraz keyfim köktü bu gün də, başa düşdün, çəki veririm ha. Ona görə çörək zad yemirəm. Sən bana qulaq as, istəyirsən sağa qaqam. Bir dənə ekskluziv, anekdot şıpırlasın. Bir gülür. Ölək gülməkdən. Buyur. Qulaq as ha. Deməli. Bir kişi olur. O kimi təzə evlənir, uşağı olur, balaca olur da, uşağı başa düşdün. Durur yuxudan, iş zad yox, pul yox, nə qarim, neyniyim, reski beyni çönür. Deyir ki, arvad, qurban olmuşsa ha, gedirəm Moskvaya pul qazanam, gələcəm. 5 aya gələcəm. Kişi gedir Moskvaya, nə 5 aya, 10 il olur, 15 il olur, 20 il olur, 25 ildən sonra kişi biraz əlinə pul yığır, varlanır da. Başa düşdün, deyir, gedirəm arvadla uşağın yanına. Kişi gəlir aeroportdan zaten getir, reski evə gəlir. Evə gəlir, qapını açır, kimin gün orta sağı girir, görür ki, arvad bir dənə kişi ilə qucaqlaşıb yatır. Başa düşdün, kişinin beyni çönür, əlin atır dibindəki pulları çıxardır, qoyur stolun üstünə. Deyir, ey dünya, sən məni qocaltdın. Əlin reski atır belinə, çıxardır silahı, çar, kişini vurur, kosumbay eləyir, öldürür. Başa düşdün, kişini öldürən kimi, arvad yuxudan durur. Arvad deyir, kişini ağardır, sənin oğlun idi, qurban olub, onu niyə öldürdün, kişi deyir, arvad, nətər mənim oğlum, deyir, 25 ildir yoxsa göçə kişi olub da, xəstələnmişdi, qızdırması var idi, anası qucaqlamışdı. Niye öldürdün, bir tane balamız var idi, niye öldürdün kurban oğlum? Kişi de dözenmir, Maskovski Panyaka dağı, elin yer atır, beline silah çıkartır, kişi de ölür oğlum, ölür. Arvat kalır kişinin ortasında değil, hareketli kurban oğlum, sen hara bakırsan, hara bakırsan. Geldim, ben evde olmamışım. Şimdi kurban oğlum, şimdi. Vurur ne Onu vurur, böyle yatırlar kurban oğlum. Ne var? Bunun ne anekdotu, dert değil bu dert. Toy gülməlik də. Bu evə gəldi elə silahı çıxartdı part. Bu aeroportdan nətər silahı getirdi? Bizim aeroportdan bir dənə artıq saqqız getirmək olmur. Ala! Ay, siz mənim bibim evimdə nə edirsiniz, ha? Ala, kübiyana, dur, bibisi. Allah Sefi, sen bu kızı götürüp tezden önlerine getirmişsin ki. Toy sən mən sana dedim də narahat olma. Tanış adamın evidir. Dey ala da tanış adamın evidir. Dur,
Bəli, müəllim. Ala, şoşusan, moşusan, poşusan, bilmirəm ala kimsən. Ala, mənə bax, sən kimsən ki, 5 barmaq Minənvərin qızını qaçırdırsan, hə? Biz deyil, 5 barmaq Minənvərin qızını qaçırdanın nəslində bir dənə də başı papaqlı kişi qoymaz. Başa düşdün? Nə danışır? Hə, bir dəqiqə dayan, ağsaqqal, bir dəqiqə dayan. Bəlkə Münəvvər xanımın bizim nəslindən işi yoxdur, elə nə iş görəcəksə bizim özümüzdən görəcək. Atmırsan özünü ortalığa. Hə, bir dəqiqə saxla. Saxla, düşən var. Şəmisən? Hə, sən müəllim, yəni müəllim də deyirlər arada, amma belə... Saxla, müəllim. Yox, bir məktəb direktoru. Bu nə münasibətdir mənə qarşı, bu? Hə, qulaq as. Ana, şəmisən, məmisən, pəmisən, dəmisən, bilmirəm nəsən. Mənim qızımı bu kişi qaçırmayıb. Bu qaçırdı. Bir duyan dana, hadi bu qaçırdı, bu Ay, qaçırdı. sağ ol, onda sən saxla. Saxla. Sən söz verəndə mən danışarsan. Nə olar ki, nə olar? Bir qismat beləymiş, nə olar, heç nə olmaz. Ana, Hay canım, şoşu, mənlə qulaq as. hay canım. Sən hansı yer və priklüçeniya axtarırsan, hə? Başı var? Bilirsiniz, Münəvvər xanım, çox üzr istəyirəm sözünüzü kəsdiyimə görə. Mən heç yerimə priklüçeniya axtarmıram. Siz çox hörmətli 5 barmaq Münəvvər xanım, mən bilirəm ki, siz istədiyiniz adamın başını keçal qırxıb, başına şapalaqla vura da bilərsiniz. Yeri gəlsə, onun başını qırxıb bir oyun başına asa bilərsiniz. Yəni, oyun başına asa bilərsiniz. Biz tanıyırıq. Amma mən sizin qızınızı sevirəm və onun sevgisi uğrunda canımdan keçməyə hazıram. Ay can, ay can. Canından keçməyə yeri çox üzr istəyirəm. Canından keçəndə şoşu. Bax, piyada keçidindən keç. Başım bırak səni. Piyada keçidinin bura nə daxlı var, ağsaqqal. bilmirəm də. Sən də bığına saqqalına yaraşdırmırsan. Düzdür, Gül kimi doğru. söhbət Hey, çəçənin də. Nə olub ala? Hə, Şirin. Hə, ala sakit ol. Hə, gəlirəm indi, gözlə. Qulaq as, şoşu. Ay can, Sən ağıllı adamsan. çox sağ olun, çox minnətdaram sizin bu sözlərinizə. Səndən xoşum gəldi. Can, Sağ can, görənsən. can qaynana, can. Ağıllı iş görüb, qızı qaçırdandan sonra fəlakətlə mənim evimə göndərmisən. Halilət evə göndərdin. Hə. Mən Bu dəfə canıvı, şoşu. Zor qutardın ha, yaxşı qutardın. Allah gələn dəfədən saxlasın. baş, siz nə məsləhət görsəz, o cür məsləhətlə də biz məsləhətli işlərlə Ay, hərəkət sağ ol. edirik. Nəysə, mən gedirəm. Qismət olsa görüşərik. İnşallah, inşallah, sağ ol. Şişqa baxmalı. Stulu çək. Ay, qırman lan, fəlakət qızı qaçırdı, evə aparıblar, dilləndə, şərmi, kəlmədiylə də. Deyəndə qoy çıxsınlar, getsinlər. Hə, gəl qapını aç. Sağ salamat, sağ salamat. Ay, qoy çıxsınlar, getsinlər də şoşu. Münəvvər mənə deyib ki, mən burada olanda sən danışma. Başa düşdün şoşu? Nə tez atdınız o? Nə zat, nə şoşu bu? Qatlanmır. İndi mən qonşuların öylərini remont elətdirirəm. Ay yazıq, sənin pulun var qonşuların evini remont elətdirəsən. Ay Şəmməlim, qonşuların öyün su bastı. Hə. Qonşular xəstəlik tapdı. Aha. Bax, biri oldu əsəb xəstəsi. Aha. Biri, nə bilim, paraliz vurdu. Aha. Bildin nətər, indi onlardan pul allam, həmən pula onları müalicə eləm, həm də onların öylərini remont elətdirirəm. Tez elə mötəf onları verməyə. Sən də çox bilmişsən, Tez elə, qılma. bax. Çox bilmişsən. Ne tak, ne yaxşı işi varmış.
Mən öz öyümü də Metakla eləyəcəm bundan sonra. Gəl Ayşə, gəl. Sponsor Metak. Yalay Qılman, gəl. Söynürəm, söynürəm. Bax, bax, səni gətirmişəm Berlinə. Ay. Berlin, təmiz Alman malları. Keyfiyyətli, gözəl. Ay Şoşi, Hə. mən öydən sağollaşıb çıxmışam ki, mən Berlinə gedirəm. Bu Berlin buradaymış ki. Ay, Berlinə nəyə gedirsən? Berlini gətiriblər Azərbaycana da. Bu, niyə? Gördüyüm bütün bu mallar hamısı təmiz Alman mallarıdır. Niyə yaxşı? Bax, bu şampun var ya, İsana. Bəli. Bununla saçını yuyursan, dibi bərkiyir, parlaq, tökülmənin qarşısını alır. Bilirsən bu nədir? İsana şampunu. Bəli. İntihası Ay Şoşi, yox, mən kosalar məni mart ayında əl axtarırlar ki, Hə. keçər kimi yanlarında gedim iş görüm, pul qazanım. Nəyəm saçım var, o yusam gör nə olacaq ki? Bəs bu onun üçün də, ay qardaş, al bu şampundan yu başını gör nətər tüklər çıxır. Baxım, İsana Rossmann. Bir ay Şoşi, xoşuma gəldi İsana. Bundan bir də hərəsindən mən yüzləri gedirəm çinməyə. Ala neyirsən 100 dənəni bütün tük basacaq bədənini. Sağ ol, ay Ala, Şoşi. Ala, İsverdən var fantastik Alman malları, Berlin, Azərbaycan şampun. Nə vermişəm? İspandar, yəni təmiz Alman O mallarıdır. özür bilər, səni şampunları ver, mən getim çinməyə. Ala. Sağ ol ay Şoşi, sağ ol. Sponsor Berlin mağazalar şəbəkəsi. Şəndi! Xalan oğlunu təbrik elə, xalan oğlu evlənir. Ha, Şirinlə evlənir. Yox, Şirin razı oldu bibisi qızını mənə verməyə. Ağa yaxşı da mən heç olmasa sənin yanındayım, mənə hörmət elə də. İndi nə olur? Yaxşı da Şirin xalam oğludur. Xalam çişən, eşitirsən, evi remont edirəm. Mənə evə usta lazımdır bura. Deməli, Giperdən üzdü şpaşirovka verirsən. Astar şpaşirovkası verirsən, bir də Giper bir başa vurulan şpaşirovka verirsən. Bir başa vurulan. Ancaq Giper olsun deyir. Söz, Şu yolda yeyək də. Ay neyinirsən, yumurta qaynanmışı bu deyil, çokotayım almışam, fındıqlısı var, almalısı var, ay apelsinlisi var, bananlısı var, nə istəyirsən də. Bütün hamı bundan istifadə edir, rahat və sərfəli. Çokotayım? Ofisdə, dərsdə, məktəbdə hamı bundan yeyir. Buyur, ay Şoşi. Bunlar tam bu şeydir. Mənə bax, bunun bananlısı var, çiyələlisi var, fındıqlısı var. Gör o sünkunda bunun qaynanmış kartoflusu var. Qılman, inkişaf elə də, dalda qalmışsan kişi, bu çokotayım ayrı şeydir, gəl. Çokotayım nə dadlı tamlı şeydir. Getdik, gözələ nənəm boğuldu ay kişi. Gəl. Chocotime şokoladlı gofretlər. Qısa zamanda maksimum həzz. Maşın. Deyən Ələ, deyən Şirinə zəng eləyim, gəlsin dalımca. Zəng eləmə, mənim sənə bir iki kəlmə deyilə sözüm var. Gərək ikimiz qalaq. Münəvvər, görürsən, mən söhbətə qarışdım, bütün problemləri həll elədim, işləri qoydum yoluna, xahiş edirəm. İndi mənim də işlərimi yoluna qoyaq, çox xahiş edirəm. Nə işlər vələ? İşlərdə, sən bilirsən ki, mən səni həmişə sevmişəm, indi də sevirəm. Mən səni görəndə o vaxtdan qıraqda, bucaqda baxıb dodaqlarımı tişləyirdim, kirəşirdim, biz nə vaxt bir yerdə olacağıq. İndi əsl momentdir, mənə həqiqətən evlənək, xahiş edirəm, Münəvvər. Ağsaqqal, sənə keçən dəfədə WhatsApp-da yazdım ki, mən keçmiş ərimi o dünyaya yola salsam da, onun ruhuna xəyanət
eləmir. Başa düşdün? Alı, indi sən Münəvvəri yoldan çıxardıb nə eləmək istəyirsən ona, hə? Sən məni çox səhv başa düşdün. Münəvvəri Evin yıkılsın ay belə, yenə qaldım belə. Kimin var? Az, bəsdir də, az ulada nəş olursan. Sən hər ulayanda nəş olur bizdə. Yenə nə olub? Az heç də day nə olacaq? Anon vurub ağsaqqalı 5 parmaqla şey deyib. Özü də qaçıb Dağıstana. Dur pasportunu çıxar aradan tez ol. Dur day. Dur ey gələnlər tutarlar tez ol da. Allah bu nə iş var? Mən qaldım ki? Söyle kimsen, ya bizdensen, ya her kimsen, herkes gelsin, fikrim bildirsin, dostum dindirsin, bozbaşın tadını bilsin. Şəmi şaşı biznes açır, ziyan gelir, hayır kaçır, felaketin emelinden gelin görək kim baş açır. Xəstə gelir, həkim bilir, bilmir əlac olsa qeyib, duman bizi tutturacaq, qaymarita raktı deyib. Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın. Varsa məsləhətli gözəl, ağsaqqala calaşdırın. Diqqətli ol, adı Şirin, bilənidir Vornemirin. Şutqa mutka heç hoşlamır, vilkaladı o gün birin.